Видеть, увидеть. Fərqləri nədədir? Soruşacaqsınız siz. Видеть daima görməkdir, bitməmiş zamanda. Увидеть bir dəfə bitmiş zamandır. Məsəl üçün, mən onu hər gün görürəm. Я вижу его, ya da ее каждый день. Görsəm deyəcəm. Söhbət bir dəfədən gedir. Если увижу, скажу. Если увижу, скажу. Deməli, видеть bitməmiş zaman, увидеть bitmiş zaman. Əzizlərim, bu 11 ildə ki, mən rus dili öyrədirəm Azərbaycanda, hələ ki, şükür Allaha öyrədə bilmədiyim şagird olmayıb. Yetər ki, beyninizə mən bacarmaram yerinə mən bacararam funksiyasını yazdırsaq, sözlərini yeritsəniz, onda alınıb məndə inanmıram alınsın yerinə, onda alınıbsa məndə niyə alınmır ki cümlələrini beynə yedizdirsəniz və mənə güvənsəniz, tənbəl olmasaz, %100 mən səni öyrədəcəm. Yəni, garanti 100%-dir. Yox, ay kursa yazılmağa, müəllimə pul ödəməyə pulum yoxdur, amma həvəsim var deyirsinizsə, onda ikinci danışıq kitabımı əldə et, gündə 20 dəqiqə vaxt ayır. Demək ki, mümkün deyil. İnsan istəyəndə hər şeyə vaxt ayırır. TikTokda saatlarla oturmaq yerinə 20 dəqiqə vaxt ayır gələcəyin üçün və gündə 20-25 cümlə öyrən. Özün tez bir zamanda görəcəksən ki, sıfırdan B2 səviyyəsinə kimi qalxmısan. Artıq başqalarına rahat şəkildə ünsiyyət qura bilirsən. Başqaları ünsiyyət edəndə öz arasında sən də rahat onları başa düşürsən. Niyə də yox? Lazımsız dil yoxdur və dillə millətçiliyi səhv salmayın. Garanti 100%-dir.